Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Gəlin bu sualın izahına baxaq. Sual 11-ci siniflərə OTK buraxılış imtahanında salınıb. A və B rəqəmdir. Belə bir bizə ifadə verilib. A çıx B-ni tap. Gəlin belə yazaq. Bu qarışıq dövrü onluq kəsirdir. Bunu yazacağım ki, 90-da AB üstü xətli çıx A çıxılsın 9-da B bərabərdir 2-də 1. Yəni qayda budur ki, dövrdəki ədədlərin sayı qədər 9 yazılır. Dövrə qədərki ədədlərin sayı qədər 0 yazılır məxrəcə. Bu isə saf dövr onluq kəsirdir. Dövrdə neçə dənə ədəd varsa məxrəcə də o qədər 9 yazılır. Orta məxrəcə gətirək. 9 ilə 90, əköbü 90-dır. Bura 90 yazaq. Bunu da 10-a vurmalıyıq. İndi orta məxrəc oldu 90. AB üstü xətlinin açılışı belə idi. 10A üstə gəl B, çıxılsın A, çıxılsın 10B, bərabərdir 2-də 1. 10A'dan 1A'nı çıxıram 9A, B'dən 10B'ye çıxıram 9B. Bölünsün 90, bərabərdir 2-də 1. Gəlin çarpaz vurub həll edək. 2-ni vuracam 9A'ya 18A, 2-ni vuracam 9B'ye 18B. Bərabərdir 90. Hər tərəfi də 18-ə böləcəm. A çıx B bərabərdir 5. Yəni düzgün cavab D variantı olar.